Herkese salam. Mən Aslanova Yasəmən. Bu da mənim YouTube kanalımdır. Mən sizə keçən videomda Temudan necə 1 manat ödəmədən məhsullar aldığım haqda danışmama söz vermişdim. Və nəhayət ki, bugün imkan tapıb videonu paylaşa bildim. Çoxlarınız sual verirdiniz ki, necə əldə etmişəm. Hətta bəziləriniz bunun yalan olduğunu deyirdiniz. Yəni Temudan heç nə pulsuz gəlmir. Demək, mən keçən videomda paylaşdığım bütün məhsulları 1 manat ödəmədən belə əldə etmişdim. Necə əldə etmişdim? Temudan çoxlarınız daha doğrusu bilirsiniz ki, bir oyun proqramı var. Bu oyunda linkləri paylaşırsınız. Sizin linklərinizlə Temu yükləyənlər, Temu yükləyib Temu proqramına daxil olanlar olurdularsa, sizə oradan xallar gəlirdi. Və bu xallarla siz qalib olurdunuz. Mən də təsadüfən 3 dəfə həmin oyunda, belə deyək də, qalib oldum. Və hədiyyələrimi 1 manat ödəmədən Temu pulsuz mənə göndərdi. Orada necə qalib olmağımı öyrənmək istəyərsinizsə əgər, yəni kiməsə maraqlıdırsa, hansısa bir sualları varsa, mənə yazar, müraciət edər, mən cavablandıracağam hər kəsə. Keçək əsas məsələyə. Temudan necə əlavə olaraq, həmin proqramdan əlavə olaraq pul qazandım. Yəni ki, bir neçə dəfə pulsuz sifarişlər verdim. Demək, mənim bir dəfə məhsulum çox elə bir ki, gec gəldi. Gəlməmişdi demək olar ki. Mən də bunu Temu müştəri xidmətinə yazıb bildirmək istədim. Və yazıb bildirdiyim zaman Temu heç mən gözləmədiyim halda belə mənim həmin bağlamaya ödədiyim pulun tamamını mənə geri qaytardı. Və yazdı ki, əgər məhsul gələrsə, o da Temu şirkətindən sizə hədiyyə olsun. Yəni bir gündən sonra, həmin pul qaytarandan sonra mənim bağlamam da gəldi, çıxdı. Yəni ödədiyim 115 manat pul da özümdə qaldı. Sonra yenidən mən həmin məbləğlə məhsul vurdum. Yenə elə bir ki, həmin məbləğlə, ödədiyim məbləğlə mən bir neçə dəfə məhsul vurdum. Yəni yenə həmin müştəri xidmətinə müraciət elədim. Yenə mənim pulumu geri qaytardılar. Yəni bir neçə dəfə mən bu üsulla istifadə edib pulsuz 1 manat ödəmədən belə məhsullar vurdum. İndi burada onun çox açıqlaya bilmirəm. Bəzi məsələlər var. Yəni kim istəsə mənə yazar, mən ona tam dolğun məlumat verərəm. Burada bu kanalda, YouTube kanalında bir çox şey başa salmaq olmur. Bunun üçün də mən belə qərara gəldim ki, Instagram səhifəsi açım. Yalnız öz izləyicilərimə orada necə müraciət edib, necə pulları geri qaytarmaq olar, o üsulları öyrədəcəm. Buradan da mənə kanalıma abunə olan hər kəsə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, mənə dəstək olmusunuz. İnşallah ki, kanalım böyüyər. Mən də bildiyim bütün məlumatları sizə başa salmağa hazıram. Başqa kiminsə nəysə sualı olsa müraciət edə bilər. Bir daha təşəkkür edirəm. Çox sağ olun. Yaxşı ki, varsınız. Bu arada bu eynəyə çox bayıldım. Həqiqətən çox gözəl eynə idi. Yəni qablaşdırılması falan çox qəşəng idi. Çox xoşum gəldi. Yəni çox keyfiyyətli eynəkdir. Həqiqətən də dəyər.
Bu platyadır. Bu platya materialı qəşəng, sərindir. Yayda geyinmək üçün qəşəng idi, xoşuma gəldi. Yəni çox yumuşaq, sərin bir materialı var. Yəni ümumiyyətlə mən indiyənədək Temudan aldığım bəzi əşyaları çıxmaq şərti ilə demək olar ki, hamısını bəyənirəm. Çox gözəl gəlir. Əsas burada Temuda məsəl üçün rəylərə daha çox diqqət etmək lazımdır. Bir də canlı şəkillərini görmək. Amma bu silikonları demək olar ki, bəyənmədim. Yəni çox nazikdilər o birisilərə baxan yerdə. Amma qiyməti münasib idi də. Yəni ki, 24 ədədinə səhv eləmirəmsə 5 manat nə qədərsə pul vermişdim. Bir də bu ayaqqabılara çox bayıldım. Yəni çox gözəl materialı var idi. Çox keyfiyyətli idi həqiqətən. Dərisi falan yumuşaq idi. Yəni almağa dəyər. Əgər kimsə almaq istəyirsə bunu, həqiqətən çox gözəl ayaqqabıdır. Mən bəyəndim. Çox sağ olun qızlar. Bugünlük bu qədər.